Darçın bəzi reseptlə verilən dərmanlarla qarşılıqlı təsirə girə bilər. Yeni bir araşdırma darçının xüsusilə də qasiya darçınının bədəndə dərmanların metabolizmasına təsir edə biləcəyini ortaya qoyub. Tədqiqatda darçının əsas aktiv maddəsi olan sinnamaldehidin yüksək bioloji tərkibə malik olduğu və dərmanların parçalanmasına təsir edən reseptorları aktivləşdirə bildiyi qeyd olunub. Bu, darçınla bəzi dərmanlar arasında qarşılıqlı təsir riskini artırır. Mütəxəssislər xəbərdarlıq edir ki, qan durulducu, şəkər salıcı, onkoloji və qaraciyər tərəfindən işlənən dərmanlar qəbul edən insanlar darçın tərkibli əlavələri istifadə edərkən ehtiyatlı olmalıdır. Amerika Birləşmiş Ştatlarının Səhiyyə Təşkilatları darçının xəstəliklərin müalicəsində faydasını təsdiqləyən yetərli sübutun olmadığını da bildirib. Həkimlər darçını pəhriz əlavəsi kimi qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edir.